söz bilən adamlar üçün böyük itkidir. Elə adamlar var ki, o ilə görüşürsən, çox gözəl sözlər danışır. Amma səhər ayrılırsan, ondan yadında heç nə qalmır. Amma Hacı çox ciddi mətləbləri, çox çətin mövzuları elə sadə dillə insanlara başa salırdı ki, o bizim beynimizdə ilişib qalırdı. Dövrümüzün ustad şairlərindən idi. Hacının dəvəti ilə bu zonada, burada elə mədəniyyət evində qəzəl məclisləri keçirilirdi. Qismət olub birində mən də iştirak eləmişəm. İştirak vaxtında elə bir şeir səsləndirdim. Sonra Hacı o şeirdən sonra fikir bildirdi ki, dedi, şair deyir, məsəl üçün qəzəl deyir, 2 misradan ibarətdir də, bir beyt. Deyir, ona həmişə birinci gələn beyt deyir, o ilhamdır. Çünki onu heç nədən yaratmırsan, əlində bir material olmur. Birinci gələn beyt ilhamdır. İkinci amma deyir ki, birinci şairlikdirsə, ikinci deyir mütəxəssislikdir. Çünki həmişə deyir qəzəlin 2 misrası olur. Birincisi ilham kimi gəlir, ikinci misra həmin birinciyə uyğun düzəlir deyənə, ora mütəxəssislik də lazım idi. Biz elə adamı itirmişik ki, onun yaradıcılığının bir hissəsini bölsən, hər hissəsindən bir şair çıxar. Yəni lirik şeirlərini ayrıca götürüb kimsə yazsaydı zamanəmizdə çox güclü məhəbbət şairi kimi, irfan şairi kimi tanına bilərdi. Vətənpərvərlik, ictimai məzmunlu şeirlərini ayırıb yazsaydı kimsə, yəni ayrıca təkcə o məzmunda şeirləri ilə belə vətəndaş şair kimi tanına bilərdi. Əhl-i-Beytə həsr olunmuş şeirləri ilə belə başqa şeir yazmasaydı, Əhl-i-Beyt şairi kimi çox məşhur ola bilərdi, tanınmış ola bilərdi və fövqəladəliyi Hacı Arifin onda idi ki, o keyfiyyətlə kəmiyyəti birləşdirə bilmişdi. Adətən kəmiyyətcə çox şeiri olanlar adətən yaza bilməyən adamlar olur. Şeirlərinin sayından həmişə danışırlar. Hacı bunu yazırdı. Mən 2012-ci ildən onun yanındayam. Demək olar ki, elə yaşaya-yaşaya mən hər dəfə onu kəşf eləyirdim. Bir də gördüm, bir dənə şeir deyir, gördüm, onda bu mövzu da var ki, başqa mövzu da var ki, bütün sevənlərinə, oxucularına, əzizlərinə başsağlığı verirəm. Başımız sağ olsun. Allah Hacı Arif qardaşımızı rəhmət eləsin. Çox dəyərli və mötəbər bir insanı itirdik. Allah yaxınlarına, ailəsinə səbir versin.